Yay mövsüm ərəfəsində beynəlxalq turizm və səyahətlər sərgisində 32 ölkə, 60-dan çox istiqamət, 200 turizm şirkətləri, bütün dünya bir sərgidə aprel ayının 4-dən 6-sınadək Bakı Expo mərkəzində. Aprelin 4-də Bakı Expo mərkəzində 12-ci beynəlxalq turizm və səyahətlər sərgisi öz işinə başlayacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və İTK Kaspian şirkətinin təşkilatçılığı ilə keçiriləcək. 12-ci beynəlxalq turizm və səyahətlər sərgisi barədə məlumat verən İTK Kaspian şirkətinin icraçı direktoru Fərid Məmmədov bildirdi ki, yay turizm mövsümünün astanasında başlanan sərgiyə çox böyük maraq var. Sərgiyə 35 ölkədən 250-dən çox şirkət və təşkilatın qatılacağı gözlənilir. Ümumilikdə bu ilki sərgi əvvəlki illərdə keçirilən analoji sərgidən həm coğrafiyasına, həm də iştirakçıların sayına görə fərqlənir. Tədbirə olan marağın daha bir göstəricisi isə milli ekspozisiyaların sayının artmasıdır. Belə ki, bu ilki sərgidə rekord sayda 20 ölkənin milli ekspozisiya bölmələri olacaq. Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyev isə bildirdi ki, dövlət başçısının tapşırığına əsasən ölkəmizdə turizm sahəsi davamlı inkişaf etdirilir. Həyata keçirilən tədbirlərdən biri də ölkəmizin turizm imkanlarını beynəlxalq aləmdə layiqincə tanıtmaq və müasir texnologiyaları Azərbaycana gətirməkdir. Xatırladaq ki, 3 gün davam edəcək sərgidə müxtəlif seminarlar və təqdimatlar da keçiriləcək. Surxay Atakişiyev, Ənvər Hüseynov, Turan Novruzlu, xəbərlər. Bakıda 12-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi keçirilir. Sərgiyə 35 ölkədən 250 şirkət qatılaraq öz məhsul və xidmətlərini nümayiş etdirir. Sərgi iştirakçı ölkələrin xeyli artması ilə müşahidə olunurdu. Belə ki, Bakıdakı sonuncu turizm sərgisində 22 ölkədən 132 şirkət iştirak edibsə, artıq bu il 35 ölkədən 250 şirkətin sərgiyə qatılması artan marağın göstəricisi kimi qiymətləndirilir. Sərgidə yerli turizm şirkətləri də çoxluq təşkil edirdi. İstər yerli, istərsə də xarici şirkətlər olsun, hər kəs sərgidən daha çox turist cəlb etmə niyyətindədir. Sərgi vətəndaşlara turizm şirkətləri ilə maraqlanaraq qarşıdan gələn istiaylarda istirahət yerini müəyyənləşdirməyə imkan verirdi. Biz bu il sərgidə ilk dəfədir iştirak edirik. 2012-ci ildə 2000-dən çox Azərbaycan vətəndaşı Taylanda səfər edib. Bu əvvəlki illə müqayisədə 20% daha çoxdur. Azərbaycandan olan turistlər Taylanda Qətər və Türkiyə aviareysləri ilə gedir. Hazırda Taylanda bir nəfər üçün turist turunun qiyməti 1900-2500 dollar arasında dəyişir. Azerbaycan'dan İzmir'e hem turist olarak hem de iş yapmak için iş olanakları açısından iş adamları çok fazla gelmekte. 4-5 yıldızlı otellerde 90, 100, 120 dolardan başlayan ya da avrodan başlayan fiyatlarla kalmanız mümkündür. Sərgidə müxtəlif ölkələrin nümayəndələri iştirak etdiyinə görə hər öz üsulunda insanların diqqətini cəlb etməyə çalışırdı. Dünyayı gezin ama Türkiye'yi mutlaka görün. Türkiye bizi bekliyor. Gelin, gelin, gelin. Hep birlikte gezelim, hep birlikte görelim, hep birlikte sevinelim. Sərgidə iştirak edən ölkələr müxtəlif üsullarla öz stendlərinə insanları cəlb etməyə çalışırlar. İndoneziyanın stendində isə onlar öz milli musiqi alətləri ilə bunu etməyə çalışırlar. Düzdür, mənim ifamla stendə gələnləri daha çox uzaqlaşdırmaq mümkün. Ancaq onların ifası ilə doğrudan da insanlar İndoneziyanın stendinə yaxınlaşırlar. Burada yerli turizm və xidmət şirkətlərinin artması da sevindirici haldır. Bu sahənin inkişafı həm Azərbaycana turist cəlb etmək baxımından, həm də ölkə vətəndaşlarının xarici ölkələrdə istirahəti baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycana gələn turistlərin əsas hissəsi hava yolu ilə gəlməyi hamıya bəllidir. Bunun üçün biz bugünkü gün burada yay mövsümündə Azərbaycanın sərnişinlərinə, o cümlədən turistlərinə veriləcək xidmətlərdən danışırıq. Biz burada yeni təyyarələri, Azərbaycanda tikilməkdə olan yeni aeroport, Azərbaycanda tikilməkdə olan yeni hava idarəetmə məkanından göstəririk ki, onlar hamısı gələcəkdə bizim turistlərə və artıq bu yay daha keyfiyyətli xidmət vermə imkanı yaradacaq. Sərgidə həmçinin otel avadanlığı da nümayiş olunurdu. Burada otel üçün lazım olan mətbəx avadanlıqları üstünlük təşkil edirdi. Bütün bunlar iş adamlarına onlara lazım olan məhsulları sifariş etməyə imkan yaradır. Bəzi ölkələr qədim adət-ənənələri də yaddan çıxarmamışdı. Türkiyənin stendində isə adam özünü bir neçə əsr bundan əvvəl də hiss edə bilər.
Qeyd edək ki, sərgi aprelin 6-sına dək davam edəcək. Elçin Mirzəyev, Zeynal Zeynalov, Cərçi. ITEC 2013 sərgi iştirakçılarının ixtiyarına verildi. Qafqaz regionunun ən böyük turizm tədbirində 60-a yaxın ölkə iştirak edir. Türkiye turizm seyahati başlıyor. Gelin, gezin, görün, eğlenin. ITEC 2013 sərgisində 60-dan çox istiqaməti təklif edən 35 ölkədən 250-dən çox şirkət və təşkilat iştirak edir. İştirakçıların sayı isə hər il artmaqdadır. Belə ki, bu il keçirilən sərgidə məhz Çernogoriya, Tayland, Tunis, Kanada, Mərakeş və Monakonun turoperatorları ilk dəfə iştirak edir. Ənənəvi turizm marşrutları arasında Türkiyə, Çex Respublikası, Birləşmiş Ərəb Əmirliyi və Gürcüstan xüsusi yer alır. Sərgidə milli stendlərlə iştirak edən ölkələrin sayı 20-yə çatıb. Bu sərginin keçən ilin sərginə fərqləndirən xüsusiyyət ondan ibarətdir ki, müstəqil olaraq 22 Azərbaycan regionu bu sərgiyə qoşuldular, öz niyyətləri ilə, öz maraqları ilə və turizm potensialı burada nümayiş etdirirlər. Bir sıra aviaşirkətlər və agentliklər həm milli qrupların tərkibində, həm də ayrıca stendlərlə təmsil olunub. Sərginin yeniliklərindən biri Yunanistan, Bolqaristan və Kiprin iştirakı ilə xaricdə daşınmaz əmlak bölümü oldu. Sərgidə tur operatorlarının eksklüziv təklifləri, turizm marşrutları və münasib qiymət təklifləri qonaqlara təqdim olunur. Bu sərgi turizm ekspertləri və səyahət sevərlərin görüşü üçün unikal beynəlxalq arena rolunu oynayır. ITEC 2013-ün daha bir yeniliyi sərgidə Azərbaycanda istirahət bölümünün olmasıdır. Respublikamızın müxtəlif regionları məhz bu bölümdə təmsil olunur. Şəki, Zaqatala, Balakən, Mingəçevir, Gəncə turistlərin diqqətini xüsusilə cəlb edir. Ayaz Kazım, Turab Məmmədov, Lider TV. Bakı Expo mərkəzində 12-ci Beynəlxalq Turizm və Səyahətlər sərgisi başlayıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və İTK Kaspian şirkətinin təşkilatçılığı ilə keçirilir. Sərginin açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev bildirib ki, yay turizm mövsümünün astanasında başlanan sərgiyə çox böyük maraq var. Sərginin işinə 35 ölkədən 250-dən çox şirkət və təşkilat qatılıb. Ümumilikdə bu ilki sərgi əvvəlki illərdə keçirilən analoji sərgidən həm coğrafiyasına, həm də iştirakçıların sayına görə fərqlənir. Belə ki, bu ilki sərgidə rekord sayda 20 ölkənin milli ekspozisiya bölmələri var. İştirak edən əcnəbi şirkətlərin sayına görə isə birinci yeri Türkiyə tutur. Bu ölkənin tanınmış Özkaya Qrup şirkəti sərgi ziyarətçilərinə ən son poladdan hazırlanmış hər növ mətbəx avadanlıqları təqdim edir. Avropa və digər qitələrdə kifayət qədər tanınmış bu şirkət Türkiyənin Kayalar, Empero, Birlik Soğutma, Damla Soğutma, Kama və digər tanınmış markaların satışı ilə məşğuldur. Bu fuara katılmaktan mutluluk duyuyoruz çünkü çok yüksek seviyede hazırlanmış bir fuar. Biz 8-10 yıldır bu fuarlara katılıyoruz. Amacımız burada yeni ürünlerimizi Azerbaycan'daki kuruluşlara takdim etmek. Bu sene de firmamızdan yeni bir ürün olarak Sahra mutfağı ilave ettik ve Azerbaycan'a getirdik, bunlardan verdik. Bunlar olağanüstü halde kullanılmak üzere her biri 600 kişiye aynı anda hizmet verebilen mutfaklar. Sərgidə Ukraynanın tanınmış şirkətləri də öz imkanlarını ziyarətçilərə təqdim edir. Bu şirkətlər əsasən turizmlə məşğul olur. Xarici ölkələrlə yanaşı Azərbaycanın turizm potensialı da sərgidə ətraflı şəkildə təqdim olunur. Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti də sərgidə geniş eksponatla iştirak edir. Bu sərgidə biz bu yay Azərbaycana gələn və Azərbaycandan gedəcək, istirahətə gedəcək sərnişinlər üçün verəcəyimiz xidmətləri təqdim edirik. Silkway Travel bizim baş agentlə bərabər bunları burada təqdim edirik. Və biz təqdim edirik ki, bu yay artıq Azərbaycanda bizim sərnişinlərə yeni təyyarələr xidmət edəcək. Aerobus 340, Embraer təyyarələri ilə daha keyfiyyətli xidmət verməyi fikirləşirik. Sərgidə imkanlarını təqdim edən müəssisələrdən biri də Mingəçevir Turizm Kollecidir. 2006-cı ildən fəaliyyət göstərən kollecdə hazırda 2000-dən artıq tələbə təhsil alır. 8 ixtisas üzrə təhsil alan tələbələrə dərin elmi biliklər və praktik təcrübə almaları üçün kollecdə hər cür şərait yaradılıb. Kollecin direktoru Əyyub Əyyubov bildirdi ki, əsasən turizm sektoruna böyük tələbat olan orta ixtisaslı kadrların hazırlanmasını həyata keçirirlər. Kollecdə zəngin maddi-texniki baza yaradılıb. Bu sərgidə iştirak etməkdə məqsədləri isə tələbə təcrübəsini artırmaq,
şirkətlərlə əlaqələr qurmaqdır. Xatırladaq ki, 3 gün davam edəcək sərgidə müxtəlif seminarlar və təqdimatlar da keçiriləcək. Surxay Atakişiyev, Ənvər Hüseyin. Bugünkü fuar gerçekten başarılı olmuştur. Niye? Her türlü uygun şartlarda hazırlanmış ve Azerbaycan'a gerçekten yakışır bir fuar olmuştur. Sərgidə aviaagentliklər, turoperatorlar, turizm agentlikləri, mehmanxanalar və mehmanxana şəbəkələri, sanatoriya və pansionatlar öz xidmətlərini və son avadanlıqlarını nümayiş etdirdilər. Xarici ölkələrdə, beynəlxalq aləmdə təhsil müəssisələri fərdi olaraq çalışmırlar. Onlar işə götürən müəssisələrlə birgə fəaliyyət əsasında təhsili qururlar. Çünki belə olmadan onların gələcəkdə rastlaşacağı, işləyəcəyi müəssisələrdə, işə götürən müəssisələrdə yeni texnologiyalara malik olan müəssisələrin içindən baş çıxarmaya bilər. Sərgidə həmçinin dünya standartlarına uyğun olan müasir texnologiyalar nümayiş olunub. Bizim malları gördülər və bildilər ki, Azərbaycanda doğrudan yerli şirkət, yəni Azərbaycan şirkəti olaraq bu malları biz istehsal edirik. Yəni hamısı orada çalışan ustalarımız Azərbaycanlıdır. Azərbaycanın bütün bölgələrində demək olar ki, bizim istehsal etdiyimiz mallar var və 24 saat servisimiz var. İnşallah gələn sərgilərdə də bundan mükəmməl, daha gözəl Avropada çıxacaq dərəcəsində olacaq mallardan sərgilərə çıxacaq. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi 3 gün davam edəcək. Müsalə Cavanşir, İslam Nəcəfov, Yay mövsümü ərəfəsində Beynəlxalq Turizm və Səyahətlər sərgisində 32 ölkə, 60-dan çox istiqamət, 200 turizm şirkətləri, bütün dünya bir sərgidə aprel ayının 4-dən 6-sınadək Bakı Expo mərkəzində.